Hər kəsə salam, mən Humay müəllimə. Gəlin, sözünüyə aid bir neçə testin izahına birlikdə baxaq. 11-ci sual. K iç qarşısında heç bir şey yoxdursa, ba ilə işlənir. Amma nəsə hər hansı bir təyin edici varsa, inlə işlənir. Cavab olur 1, 4, B variantı. Insist ondan işlənir, yanlışdır. Consist of, depend on, tamamilə düzdür. Interested indir. Cavab olur 2, 3, yəni C variantı. Bayramlar əti ilə işlənir, 1 yanlışdır, 2 düzdür. Və lastdan sonra zaman mənalı söz gələrsə ətin onu işlənməz, 4 də yanlışdır. Cavab olur 2, 3. C variantı. I was delighted with ilə işlənir, with olanları əlimizdə saxlayırıq. Give-dən sonra yönlü dərhal sonra gələcəksə to olmaz. Cavab olur A variantı. Grateful to somebody for something. To for birinci tərəfə görə əlimizdə B və D variantı qalır. Sən etmisən mənim üçün, təbii ki, cavab olur B variantı. 16-cı sual. İkinci boşluqda of olacaq. Ətraf müddin işlənməsi. Biz ətraf müddin işlənməsinə qarşıyıq. Cavab olur B variantı. Mən keçirdiyim yaxşı vaxt dəniz kənarında, dəniz kənarı ətlə işlənir. Gün, days sözləri onunla işlənir. Ailəm ilə təbii ki with. Cavab at, on, with cavab olur C variantı. Translate tərcümə eləmək bir dildən digərinə from into ilə işlənir. Təbii ki cavab C variantı. 19-cu sual. Famous for ilə işlənir. Bir şeyə görə məşhur olmaq cavab D variantı. Summer holidays deyə görə onunla işlənir, yay tətilləri. Customer'ın qarşısına at, in, on işlənməz. Boşluq olan kimi birinci tərəfdə on olan kimi cavab olur D variantı. Bu qədər.